Allah məni övlad qazancına, pis mənada demirəm ha, yaxşı mənada, möhtac eləyən günü mənim canımı alsın. Çünki həmişə özüm qazanmışam. Onların da barını yeməlisiniz. Həmişə özüm qazanmışam, özüm xərcləmişəm, özüm də o dedik güclü olmuşam da o mənada. İndi birdən gücsüzlüyə dözmərəm. Onu gücsüzlük qəbul edirsiniz Nadir. Amma mən düşünmürəm. Yox, bilirsiniz necədir? Risalə xanım. Mənim 2 qızım var indi evdə, 2 də nəvə böyür. Allah saxlasın. Allah qorusun, maşallah. Mən bir dəfə deyə bilərəm, məsəl üçün deyirəm, qızım sağ olsunlar, qulluğumdadılar. Nə mən də qulluğumdadılar, pis başı elə mən qulluqçu getirmişəm onları, yox. Yəni bir yerdə yaşayırıq indi, ailədir də, atasının evində xörək pişirir, burada da pişirir də, o mənim üçün elə bir, o həyat yoldaşı için, uşağı için, məsəl üçün, sağ olsun hələ mənim həyat yoldaşım, mənə, mən özüm də ona yeməyi hazırlayıb, o da mənə, yəni biz hələ özümüz maşallah, yəni, 1000 cavana dəyərik. Deyəcəm, Əntiqə xanım, Əntiqə qızım, mənə bir çay gətir. Məsəl üçün deyirəm və yaxud da Risalə gəlinim. 2 dəfə gətirəcək, 3-cüdə ah çəkəcək. İstər istəməz. O ahı istəmirəm. Hara qədər düşünür. İstəmirəm o ahı eşitmək istəmirəm. Üzmə də eləməsə qıraqda mütləq o, demirəm, o eləyəcəkməz. Həyat budur. Yormaq istəyir, heç kimə mən abuza, yük olmaq istəmirəm. Öz zamanımda, deyir mənə 100 yaş arzulamayın, öz qapımı özüm bağlayın, pəncərəmi özüm bağlayın. Pəncərəmi özüm açı, özüm bağlayın. Mən hər kəsə zamanında arzulayıram, hər şeyi zamanında. Əlbəttə ki, Allah. Yaşamağı da zamanında, ölməyi də zamanında.